Mən bir daha hamı salamlayıram. Əlbəttə, birinci sürətdə sabahı çempion olmaqları münasibəti təbrik edirəm. Azərbaycanımızı Avropada yaxşı təmsil etsinlər inşallah. Oyuna gəldikdə sabaha qarşı oynayırdıq. Səhv eləmirəmsə 22 oyunda artıq məğlub olmayan komandaydı. Və oyunların çoxsunda demək olar ki, birinci hissədə demək olar ki, oyunları həll edir. Bugün də biraz birinci hissədə bəxtimiz gətirdi. Yusifə təşəkkürlər ki, bugün ən yaxşı oyunlarından birini oynadı. Və ikinci hissədə düşünürdük ki, sabah artıq dəyişikliklər eləyəcək. Çünki 5 gün sonra oyunları var və şükürlər olsun ki, o planladığımız hardasa baş verdi. Yəni, komandanı qələbə münasibəti təbrik edirəm. Təşəkkürlər hər bir futbolçumuza, xüsusən də bugün Gəncədən gələn azarkeşlərimizə bir daha təşəkkür.